Salam əziz müəllimlər, mən Aysun Abdullazadə. Bugün sizə bağça müdirlərinin sertifikasiyası və işə qəbul imtahanı üçün hazırlanmış vahid vəsaitimiz haqqında məlumat vermək istəyirəm. Kitabımızın ilk öncə bildiyiniz kimi ən son diaqnostik qiymətləndirmə keçirilmişdir ki, və diaqnostik qiymətləndirmənin müəyyən bir çərçivə sənədi vardır. Rifah, pedaqoji liderlik, idarə etmə, pedaqoji etika və əməkdaşlıq. Və bundan əvvəl digər müdirlərimiz üçün çərçivə sənədi vardır ki, onların içərisində bəzi mövzular var ki, diaqnostikada qeyd olunmamışdı, ancaq bir bağça müdirinin bilməli olduğu vacib mövzular olduğu üçün həmin mövzuları da mən PDF kitabımıza salmışam. İndi isə baxaq. Qeyd etdiyimiz kimi çərçivəmizdə mövzularımız rifah, pedaqoji liderlik, idarə etmə, pedaqoji etika və əməkdaşlıq əsasında hazırlanıb. İndi isə çərçivə sənədimizə nəzər yetirək. İlkin olaraq uşaqlara hər tərəfli qayğı göstərilməsi, uşaqları zorakılığa qoruma və yaxud hüquqlarının qorunmasına nəzarət etmə, tərbiyəçi müəllimlərin hüquq vəzifələri, əks əlaqənin qurulması, konfliktlərin idarə olunması. Sonra nəzəriyyələrimizdən bildiyiniz kimi Piagetdir, Vygotskydir, Montessoridir, Reggio Emilia, Waldorf, Froebel və Gardner nəzəriyyəsi düşdüyü üçün bu nəzəriyyələrimiz əsasında mövzular və testləri hazırlanmışdı. Daha sonra çərçivə sənədi əsasında sadəcə uşaq yönümlülük və şəxsiyyət yönümlülük prinsipi qeyd edildiyi üçün biz də elə qeyd etmişik və bu iki prinsipə aid müdir səviyyəsində testlər hazırlanıb. Daha sonra uşaq yönümlü yanaşmadır, layihə əsaslı yanaşma, inklüziv təhsil, oyun əsaslı öyrənmə test və mövzuları hazırlanıb. İnkişaf sahə standartlarıdır, məzmun standartıdır, bunlar qeyd olunubdur. Uşaq inkişafının dəyərləndirilməsinin növ metodlarıdır, planlaşdırmadır, məktəbəqədər təhsildə oyun və növləri, məktəbəqədər təhsildə iş üsul və formaları, uşaq bağçasında gəzintinin təşkili metodologiyası qeyd olunub. Daha sonra məktəbəqədər təhsildə fəaliyyət mərkəzləri və onların təşkili, refleksiya qeyd olunmuşdur. İndi isə qanunlara gəldikdə isə təhsil qanunu, ilk öncə mövzusu, daha sonra testi və cavabları. Daha sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsi, məktəbəqədər təhsil müəssisəsində uşaqların qidalanmasının düzgün təşkili, məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsi, təhsil müəssisəsində psixoloji xidmətin təşkili, büdcədə maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı haqqında məlumat, təhlükəsizlik və yanğından mühafizənin norma və qaydalarına nəzarət, sanitar gigiyena qaydaları, təhsil verənlərin etik davranış prinsipləri, ailələrlə işin təşkili, burada konfidensiallıq, əməkdaşlıq, məxfiliyin qorunması və s. hər biri ətraflı şəkildə qeyd olunub və testlərlə birlikdə. 2 dənə isə ümumi sınağımız var ki, 60 suallıq, yəni 120 sual. Bu da ümumi çərçivə sənədini əhatə etmiş olur. İndi isə sizə nümunə dərslər gününü göstərəcəm. Bu ilk öncə rifah dərsinə aiddir. Tərbiyəçinin hüquq vəzifələri. Bir şey qeyd edim ki, burada tərbiyəçi müəllimin hüquq vəzifələri də qeyd olunub və bir də nizamnamədə, qanunlar hissəsində də kitabda qeyd etmişəm ki, orada maddələri silmək düzgün deyil. Daha sonra əks əlaqənin qurulmasıdır, konfliktlərin idarə edilməsidir. Buna aid də yenə izahımız, PDF-imiz, testlərimiz hər biri qeyd olunub, nəzəriyyələrimiz. Və mən istəyirəm sizə bir də əsas qanunlar hissəsinə keçid edək. Məsələn, məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsi ətraflı şəkildə qeyd olunubdur. Və bu dərsimizə aid də yenə testlər öz əksini tapmış olur. Bir sözlə müdirliyə hazırlaşanlar, sertifikasiya hazırlaşan müəllimlər bu kitabı əldə edərək tam əminliklə imtahana hazırlaşa bilər. Kitabımız hal-hazırda çapa göndərilibdir. Kimlər əgər istəyirsə 051 565 76 15 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilər.